Diheterozigot, sarı hamar toxumlu noxudun öz-özünə tozlanması zamanı alınan nəsildə hər iki əlamətə görə homozigot, diheterozigot, bir əlamətə görə heterozigot fərdlərin müvafiq olaraq say nisbətini müəyyən edin. Tamam, bizdən nəyi soruşurdu? Bilirik ki, diheterozigot dediyi üçün biz valideynlərin hər birini yazırıq və diheterozigot valideynlərin öz-özünə tozlanması deyirsə bunlardan qameti alırıq. Bilirik ki, Pennet cədvəlində nələr alınırdı? Yəni Pennet cədvəlin qısa konkret yazacağım mən bura. Yəni bu valideyn formaların çarpazlaşmasından hər iki əlamətə görə homozigotlar hansıları alınır? Hər iki əlamətə görə homozigotları yazıram bura. Baxın, hər ikisi homozigotlar böyük alar, böyük beləri alına bilir. Bilirik ki, böyük alar balaca beləri alına bilər. Balaca alar böyük belər alına bilər. Yəni balaca alar balaca belər alınır. Bunlara əlamət də verə bilərik. Sarı hamar, sarı qırış, yaşıl hamar, yaşıl qırış noxudlardır. Başqa cür alınmır. Hər ikisi dihomozigotdur. Və bunların sayı neçə olacaqdır? 4 ədəd. Hər iki əlamətə görə heterozigot, diheterozigot. Bu 4 dənə alınır. Böyük A, balaca, böyük B, balaca B. Bunlardan da neçə alınırdı? 4 ədəd alınır. Yəni bunların özü 4'dür, bu da 4'dür. Gördük. Bəs deyir ki, bir əlamətə görə heterozigot olan digərinə görə homozigot olur. 4 ilə 4 toplasaq 8 eləyir. Yerdə qalan 16 genotipdən də 8-i ona düşəcək. Niyə 16 deyirik? Çünki bu valideyn 4 dənə qameti hazırlayır. Bu valideyn də 4 dənəsini hazırlayır. 4'ü 4'ə vuranda 16 eləyir. 16'ın yarısını tapdıqsa digərləri də birinə görə homodur, birinə görə heterozigotdur. Nəysə ki, onlar 8 dənə olacaq. Amma bunu qısa belə də yazmaq olar. Yəni konkret yazsaq əgər 8 dənə olacaqdı bu da. 1, 1, 2 nisbətində biz cavabımızı almış olacaq. Yəni qısaca Pennet cədvəlindir, Mendelin diheterozigot noxudlarının çarpazlaşması və orada hər iki əlamətə görə heterozigotlar var idi, 4 dənə idi. Bir əlamətə görə heterozigot olanlar, birinə görə də homozigotlar idi. Onlar da bu ikiləri idi, 4 dənədir yenə. Cəmi 8 olur burada. Yerdə qalan birinə görə homozigot idi, birinə görə isə heterozigot olanlardı. Və onlarda cəmi yenə 4 dənə olacaqdır. Deməli, bizdən bu nisbəti soruşduğu üçün və ardıcıllığı gözləməklə 1'in 1'ə, onun da 2'ə nisbətini tapmış olacaq.